X kvadratı y kiçikdir sıfırdan. X, y, z böyükdür sıfırdan. X vurulsun z üstü 4 kiçikdir sıfırdan olarsa x, y və z-in işarəsini tapın. Kiçikdir sıfır nə deməkdir? Yəni bu x kvadrat vurulsun y-in qiyməti mənfi qiymət verir. X, y, z müsbət verir. X vurulsun z üstü 4 yenə mənfi verir. Birinci şərtdən tapa bilərək ki, x kvadratı y kiçikdir sıfırdırsa, biz bilirik ki, x kvadratı həmişə bizə müsbət verəcək. Müsbəti, deməli, nəyə vursaq mənfi verər? Müsbəti mənfiyə vursaq mənfi verər. Deməli, y-imiz buradan tapırıq ki, mənfi qiymət alır. Keçək ikinci şərtə. X, y, z böyükdür 0, yəni müsbət ədəd verir bizə. Biz buradan tapa bilmərik hələ ki. Üçüncüyə baxaq. Üçüncüdə də görürük ki, x vurulsun z üstü 4 kiçikdir 0-dan. Yəni z üstü 4 bizə həmişə müsbət verəcək. Üstü cüt dərəcədən qüvvət müsbət verir. Bura müsbətdir. X-im nə olmalıdır ki, bizim ümumi hasilimiz mənfi olsun, 0-dan kiçik olsun. Deməli, x-imiz də mənfi olmalıdır ki, mənfini müsbətə vuranda mənfi etsin. Deməli, x-imiz də mənfiyə bərabərdir. Və indi bu şərtə baxsaq, x, y, z müsbət ifadəsinə x-in mənfidir, y-in mənfidir, mənfini mənfiyə vurana nə eləyir? Müsbət. Bura müsbət. Z-ə deməli nə yazmalıyam ki, bizim ümumi ifadəmiz müsbət olsun. Çünki bizdən istənilən böyükdür 0-dır. Z-imiz də deməli müsbətdir ki, müsbətə vuranda müsbət edib. Z-i də tapdıq müsbət. Sıra ilə düzəlsə olsaq, x, y, z ardıcıl olaraq mənfi, müsbət.